Deməli, eyni sualı silsilə ilə də həlli var. Belə ki, biz bilirik ki, birinci həddimiz 1-dir. Silsilə fərqimiz 2-dir. Yəni, A2 çıx A1. Burada A1-imiz 1 idi. A2-miz isə 3-dür. Bu da eləyəcək neçə? 2. Bu da nəyə bərabərdir? D-yə bərabərdir. AN-imiz nədir? 2N çıx 1-dir. Toplamı deyir, yəni cəmi deyir. Biz bilirik ki, S nəyə bərabərdir? A1 üstəgəl AN böl 2 vur N üstünün hesablanır, düzdürmü? A1'im var əlimdə, AN-im var, mən N tapmalıyam. N necə taparıq? N nəyə bərabərdir? AN çıx A1 böl D üstəgəlinmiş, doğrusu çıxılmış 1. Düzdürmü? Burada həll edəndə gelin bunu biraz aşağı sürüşdürüm. Həll edəndə AN-imizin qiyməti 2N çıx 1, A1-imizin qiyməti çıx 1 bölünmüş 2 çıx 1 bərabərdir. 2N çıx 2 böl 2 çıx 1. 2-ni çıxarsaq mötərizə xaricinə. N çıx 1 böl 2 çıx 1. Yine bunu biraz da sürüştürüm aşağı. Daha sonra 2 ile 2 buradan ixtisar edəcək. N çıx 1 çıx 1 olacaq. Doğrusu çıx 1 idi, plus 1 olur. Burada üzr istəyirəm uşaqlar, düsturda səhvlik elədim. Plus 1 olur. Bu da cavab verir N. Yəni N'imizin yerinə elə N qoyacağım. Digər səhifəyə keçirim. A1'imizin qiymətini gətirib qoyuram. A1'imizin qiyməti biz bildiyimiz kimi 1 idi. AN-imizin qiyməti 2N çıx 1 idi. Böl 2 vurulmuş N-imizin də qiyməti ilə N idi. 1'lər getdi. Qaldı 2N böl 2 vur N. 2'lər də ixtisar gedir. N vur N. N'in kvadratına bərabərdir. İspat edə bildik ki, N'in kvadratına bərabər imiş.